Hazırda İranı kim idarə eləyir? İslam rejimi bəzilərinin iddia etdiyi kimi yumşaq çevrilişlə devrilibmi? Əslində bu suala cavab tapmağa çalışıb. Son günlər ABŞ prezidenti Donald Trump Amerika administrasiyasının müharibəyə son qoyacaq razılaşma üçün İrandakı lazımi insanlarla danışıq apardığını deyir. Martın 25-də prezident Trump Konqresin respublikaçı üzvləri ilə şam yeməyində bir daha bildirib ki, onlar danışıq aparırlar, razılaşma əldə etməyi çox istəyirlər. Amma bunu deməyə qorxurlar, çünki öz adamlarının onları öldürəcəyini düşünürlər. Lakin İrandan gələn xəbərlərdə ABŞ-la heç bir danışıqların aparılmadığı bildirilir. Bir tərəfdən ABŞ prezidentinin İranla danışıqlar apardığını israrla bildirməsi, digər tərəfdən isə İranın bu məlumatları inkar etməsi fonunda dünya mediası da İranı kim idarə eləyir sualı ətrafında müzakirələr aparır. Bu günlərdə Gazeta Ruya müsahibə verən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elm işçisi Vladimir Sajin iddia eləyib ki, ali lider Əli Xameneyinin ölümündən sonra İranda yumşaq çevriliş baş verib. Onun sözlərinə görə İslam İnqilabı Keşikçiləri Korpusu dövlət hakimiyyətinin demək olar ki, bütün rıçaqlarını ələ keçirib. Bundan əvvəl İnqilab Keşikçiləri Korpusu iqtisadi, siyasi və hərbi cəhətdən çox təsirə malik idi. Amma indi hakimiyyəti ələ keçirib. Onlar xəstə və ya sağ qalmasından asılı olmayaraq idarə etməni ali lider Müştabə Xameneyinin adı ilə həyata keçirirlər. Lakin Sajin onu da deyib ki, münaqişə fonunda İran hökuməti daxilində ABŞ ilə münasibətlərə dair vahid mövqe yoxdur. Onun sözlərinə görə hökumət aparatının və nazirliklərin daxilində ABŞ və İsraildən etdikləri hər şeyə görə qisas almaq istəyən qrupla yanaşı, Tehrandakı hərbi siyasi elitanın bəzi üzvləri də var ki, ABŞ ilə dialoqun tərəfdarıdırlar və buna görə ABŞ və İran arasında müəyyən qeyri-rəsmi dialoq aparılır. Hazırda üzdə olan mənzərə ondan ibarətdir ki, bir aya yaxındır davam edən hücumlar nəticəsində İslam Respublikasının bir çox siyasi və hərbi lideri öldürüldükdən sonra ölkənin idarəçiliyinə təsir göstərə biləcək məhdud sayda şəxs qalıb. Yerusəlim Post qəzetinin məlumatına görə Əli Larijani və keçmiş kəşfiyyat naziri İsmail Xətibin öldürülməsindən sonra rejimin güclü fiqurlarının dairəsi daha da daralıb. Əslində İslam Respublikası yarandığı gündən bəri bir neçə şəxsdən asılı olmayan, teokratik sistemi qorumağa sadiq olan çoxqatlı institutlarla mürəkkəb bir güc strukturu qura bilib. Fevralın 28-dən bu yana davam edən ağır zərbələrə və öldürülən yüksək vəzifəli fiqurlara baxmayaraq, İranın təslim olmamasını və sistemin hələ də işlək qalmasını şərqşünas ekspertlər bununla izah edirlər. Bəs ali rəhbər həqiqətən ölkəyə rəhbərlik eləyirmi? Ali dini liderin ofisində ölkənin idarə etməsinə nəzarət edən ayrı-ayrı bölmələr mövcuddur ki, bu da dini liderin bürokratiyaya birbaşa müdaxilə etməsinə imkan verir. Lakin müşahidəçilərin fikrincə yeni lider bu vəzifəni və onun geniş rəsmi səlahiyyətlərini miras alsa da, sələfinin istifadə etdiyi avtomatik səlahiyyətlərdən məhrumdur. Formal olaraq 28 fevralda atası Əli Xameneyinin ölümündən sonra onun yerinə keçən yeni ali dini lider Müştabə Xameneyi dominant şəxs olaraq qalmaqdadır. Müştabə İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi ilə sıx əlaqələrə görə təhlükəsizlik qüvvələrinin üstünlük verdiyi namizəd hesab olunur. Onun İsrailin hücumlarında ağır yaralandığı və komada ola biləcəyi bildirilir. Yeni dini lider dövlət televiziyasında mövcud münaqişənin yaralı veteranı kimi təqdim edilir. Təyinatından 3 həftədən çox keçməsinə baxmayaraq, insanlar onu heç bir foto şəkildə və ya videoda görməyiblər. Buna baxmayaraq, ali lider vəzifəsi bütün güc sisteminin mərkəzi olaraq qalır. İranı yaxından izləyən siyasi təhlilçilərin fikrincə, ölkənin idarə etməsi faktiki Ali Milli Təhlükəsizlik Şurasının rəhbərinin nəzarətindədir. Martın 16-sında ABŞ İsrail zərbələri nəticəsində öldürülən Şuranın lideri Əli Laricaninin yerinə Məhəmməd Baqir Zülqədir təyin olunub. Bu o deməkdir ki, Zülqədir birbaşa silahlı qüvvələrə, kəşfiyyat xidmətlərinə və ən əsası ölkənin ən güclü təşkilatı olan İslam İnqilabı Keşikçiləri Korpusuna nəzarət eləyir. O, İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri olub və sərt xətt tərəfdarı kimi tanınır. Siyasi şərhçi Andrey Astalski isə hesab eləyir ki, Milli Təhlükəsizlik Şurasında Müştabə Xameneyini təmsil edən Səid Cəlili hazırda İranın ən güclü fiqurlarından biridir və ölkənin faktiki idarə etməsi Məhəmməd Zülqədirlə yanaşı həm də Səid Cəlilinin ixtiyarındadır. Səid Cəlili ali dini rəhbərin siyasi komissarıdır. Cəlil İran fundamentalistləri arasında ən radikallardan biri sayılır. O, Qərbə və İsrailə qarşı etirazlı, fanatik nifrəti və tam güzəştsiz mövqeyi ilə tanınır. Görünür, onun qeyri-rasional yanaşmasının dövlətin maraqlarını təmin edə bilməyəcəyi nəzərə alınaraq, Cəlilini yox, Zülqədri Milli Təhlükəsizlik Şurasının sədri seçiblər.
Hazırda İranın üzvdə olan ən tanınmış və güclü liderləri arasında İnqilab Keşikçiləri Korpusunun rəhbəri Əhməd Vahidinin, korpusun Qüds qoşunlarının rəhbəri İsmail Qaninin, parlamentin sədri Məhəmməd Baqır Qalibafın adları çəkilir. İranşünas ekspertlərin fikrincə bu adları sadalananların arasında Qalibaf mübahisəsiz ən güclü siyasi fiqurdur. Reuters vəziyyətlə yaxından tanış olan İsrail rəsmisinə istinad edərək yazır ki, son günlərdə Qalibaf ABŞ-la danışıqlar aparıb. İslam İnqilabı Keşikçiləri Şurasının üzvü Ayətullah Əlirzə Ərafinin də güclü siyasi fiqurlardan biri kimi adı hallanmaqdadır. Bu yüksək vəzifəli ruhani seçkilər zamanı hansı namizədlərin seçkidən kənarlaşdırılacağına qərar verən İnqilab Keşikçiləri Şurasının güclü simasına çevrilərək elə bir etibar qazanmışdı ki, Xameneyinin ölümündən sonra İranı idarə edən 3 nəfərdən biri idi. Siyasi təhlilçilər hesab edirlər ki, İranda prezident vəzifəsi əvvəlkindən daha az əhəmiyyət kəsb etsə də, Məsud Pezeşkiyan bugün ölkədə birbaşa seçilmiş ən yüksək vəzifəli məmurdur. Lakin onun siyasi gücünün və təsirinin həddi İranın hücum etdiyi körfəz ölkələrindən üzr istəməsi ilə İnqilab Keşikçiləri Korpusunu qəzəbləndirdiyi üçün şərhlərini qismən geri götürməyə məcbur edildiyi zaman bir daha göründü. İranın idarə etməsi ilə bağlı hazırki mənzərə bundan ibarətdir ki, hücumlara və bir çox liderin öldürülməsinə baxmayaraq hakimiyyət sistemi dağılmayıb. Lakin nəzərə çarpacaq dərəcədə daralıb və getdikcə təhlükəsizlik rəsmilərindən, dini mühafizəkarlardan və İnqilab Keşikçiləri Korpusuna bağlı şəxslərdən ibarət kiçik bir dairənin nəzarətindədir. Formal olaraq ölkə hələ də şaquli hakimiyyət strukturunu saxlayır. Lakin onun sabitliyi getdikcə az sayda qalan güc mərkəzlərindən və onların nəzarəti nə qədər müddət saxlaya bilmələrindən asılıdır.